Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə birlikdə sabit cərəyan qanunları mövzusunun izahlarına baxacağıq. Deməli, sabit cərəyan qanunları. İlk öncə elektrik cərəyanı və onun təsirlərinə baxaq. Uşaqlar, cərəyan dedikdə nə başa düşülür? Cərəyan istiqamətlənmiş bir hərəkəti xarakterizə edir. Yəni, cərəyan deyəndə nə isə istiqamətlənmiş hərəkətin başa düşürük. Məsələn, biz deyirik ki, hava cərəyanı. Hava cərəyanı nədir? Tutalım ki, hava axınının istiqamətlənmiş hərəkəti nəzərdə tutulur. Elektrik cərəyanı nədir onda? Elektrik cərəyanı isə elektrik cərəyanını yaradan yüklü zərrəciklərin hərəkəti başa düşülür. İndi baxaq, yüklü zərrəciklərin nizamlı hərəkətinə elektrik cərəyanı deyilir. Deməli, yüklü zərrəciklərin nizamlı hərəkəti elektrik cərəyanı adlanır. Yüklü zərrəciklərin nizamlı hərəkəti elektrik cərəyanı adlanır və bir mühitdə cərəyan mövcud ola bilməsi üçün əsasən bu şərtlər mütləq olmalıdır. Əvvəlcə elektrik cərəyanının yaranması üçün həmin o naqilin içərisində yük daşıyıcılar olmalıdır. Yük daşıyıcıları hərəkət etdirən elektrik sahəsi olmalıdır. Yəni potensiallar fərqi dövrə qapalı olmalıdır. İndi baxaq buna. Tutalım ki, bizim bir naqilimiz var. Bu naqilin içərisində deməli müsbət və mənfi yük daşıyıcılar müəyyən olaraq nizamsız, yəni xaotik hərəkət edir. Yəni, hər bunun tərkibində müsbət yüklər, həmçinin mənfi yüklər yerləşmişdir və qarmaqarışıq, xaotik şəkildə hərəkət edirlər. Biz deməli, F1 naqilin bir ucunu cərəyan mənbəyinin müsbət, digər ucunu isə cərəyan mənbəyinin mənfi qütbünə birləşdirək. Deməli, F1, digər ucunu isə mənfi qütbə birləşdirək. Bu naqilin daxilində uşaqlar həm müsbət, həm də mənfi yüklər və yaxud da yük daşıyıcılar mövcuddur. Normalda bu müsbət və mənfilər xaotik hərəkət edirlər. Artıq biz bu naqilin bir ucunu müsbətə, digər ucunu mənfiyə birləşdirəndə artıq bunun içərisində olan xaotiklik azalacaq, yəni başlayacaqlar yük daşıyıcılar nizamlı hərəkət etməyə. Deməli, yük daşıyıcı olmalıdır dedik, yük daşıyıcıların hərəkət etdirən elektrik sahəsi olmalıdır, potensiallar fərqi F1 və F2 və dövrə qapalı olmalıdır ki, cərəyan tam axıntısız olaraq davam etsin. Uşaqlar, cərəyanın istiqaməti olaraq müsbət yüklü zərrəciklərin hərəkət istiqaməti götürülür. Mənfi yüklərdə isə hərəkətin biz bilirik ki, əksinə götürülür hər zaman. Elektrik cərəyanının istiqaməti naqildəki elektrik sahəsinin intensivliyinin istiqamətidir. Yəni, biz bilirik ki, intensivlik həmişə müsbət yükdən mənfiyə doğru yönəlir. Eynən burada da cərəyan müsbətdən mənfiyə doğru, yəni intensivlik istiqamətində yönəlir. Naqildən elektrik cərəyanı keçəndə onun aşağıdakı təsirlərini müşahidə etmək mümkündür. Uşaqlar, hər hansı bir naqildən cərəyan keçərkən, baxın, bu təsirlər olur. Əvvəlcə cərəyanın istilik təsiri olur. Biz bilirik ki, naqildən cərəyan keçərkən naqil qızmağa başlayır. Deməli, naqildən cərəyan keçərkən naqil qızmağa başlayır. Bu istilik təsiridir. Elektrik cərəyanı keçən naqil qızır. Yalnız ifrat keçiricilərdə bu hal baş vermir. Cərəyanın kimyəvi təsiri var. Elektrik cərəyanı bəzi maddələrin tərkib hissələrinə deməli ayırır. Bu da elektrolitlərdə müşahidə olunur təkcə. İstilik təsiri yalnız ifrat keçiricilərdə baş vermir. Bunları keçəcəyik. Kimyəvi təsir isə yalnız elektrolitlərdə müşahidə olunur. Cərəyanın maqnit təsiri isə uşaqlar yeganə cərəyanın təsiridir ki, 3 halda da baş verir. Yəni, cərəyan keçən bütün naqillərin ətrafında maqnit sahəsi yaranır. Cərəyan şiddəti nədir? Sabit cərəyan nədir? Uşaqlar, ümumilikdə elektrik cərəyanını xarakterizə edən ən əsas kəmiyyətlərdən biri cərəyan şiddətidir. Cərəyan şiddəti I hərfi ilə işarə olunur. Naqilin en kəsiyindən vahid zamanda, yəni zaman T 1-ə bərabər olanda keçən elektrik yükünə cərəyan şiddəti deyilir. Yəni, I bərabərdir Q olur zaman 1-ə bərabər olanda. Və yaxud da cərəyan şiddəti Q-nün zamana görə törəməsinə bərabərdir. I-nin T-dən asılı qrafiki, yəni cərəyan şiddətinin zamandan asılı qrafikinin altında qalan fiqurun sahəsi bizə Q-nü verir. Trapeziyadırsa trapesiyanın sahəsini tapacağıq. Tutalım ki, A plus B bölünsün 2 vurulsun H trapesiyanın sahəsi. Üçbucaqdırsa yazacağıq 2-də 1 AB. Düzbucaqlıdırsa yazacağıq AB sahəni və s. Yəni, sahəni tapmaqla biz yükün qiymətini tapmış olacağıq. Uşaqlar, cərəyan şiddəti skalar kəmiyyətdir, istiqaməti yoxdur. Skalar kəmiyyətdir, vahidi amperdir.
Əgər zaman keçdikcə cərəyan şiddətinin qiyməti dəyişmirsə, belə cərəyan sabit cərəyan adlanır. Yəni sabit cərəyan zamandan asılı deyil, t-dən asılı olmur. Deməli, sabit cərəyan şiddəti yalnız yük daşıyıcıların yükündən Q0-dan, konsentrasiyadan N-dən, sürətdən və naqilin en kəsiyinin sahəsindən asılıdır. Uşaqlar, gəlin görək bu məşhur Seven düsturu hardan gəlir? İndi uşaqlar, gəlin baxaq görək burada bu məşhur Seven düsturu hardan gəlir? Uşaqlar, biz bilirik ki, metal naqillərdə yük daşıyıcılar sərbəst elektronlardır. Naqilimizi çəkək. Dedik ki, yük daşıyıcılar elektronlar müsbətdən mənfiyə doğru, naqildə cərəyan müsbətdən mənfiyə doğru, yəni intensivlik istiqamətində axır və həmin bu naqilin içərisində həm müsbət, həm də mənfi yük daşıyıcılar vardır. Onların sayını eynən işarə edə bilərik. Ümumi naqilin uzunluğuna isə biz L deyə bilərik. Və naqilin sahəsi. Uşaqlar, metal naqillərdə dediyimiz kimi yük daşıyıcılar sərbəst elektronlardır. Tutalım ki, bu da bizim metal naqilimizdir. Deməli, burada hər bir elektronun yükünü vuracaq sayına tək ümumi yükü taparkən Q bərabərdir N vurulsun Q0-dan yazmaq olar. Biz bilirik ki, elektronların konsentrasiyası nədir uşaqlar? Deyəcəksiniz ki, bəs müəllimə, elektronların konsentrasiya yalnız qazlarda olur. Xeyr, konsentrasiya ümumiyyətlə vahid həcmə düşən istənilən zərrəciklər üçün olur. Yəni konsentrasiyası var. Konsentrasiyanın yazsaq N bərabərdir, böyük N bölünsün V. Buradan isə N-i tapsaq N bərabərdir, konsentrasiya vurulsun həcm. Deməli, burada da uşaqlar biz bilirik ki, bizim nəyimiz var? Silindirdir də bu. Silindrin həcmi V bərabərdir S vurulsun L düsturu ilə təyin olunur və biz burada həcmin yerinə S vurulsun L yaza bilərik. Baxın, burada həcmi S vurulsun N-dən əvəz edə bilərik. N vurulsun konsentrasiya S sahəsi, naqilin sahəsi vurulsun naqilin uzunluğuna. Deməli, aldığımız bu ifadəni gətirib yerinə yazacağıq. Böyük N bərabərdir N vurulsun S vurulsun L ifadəsini almış olduq. İndi gətirib yerinə yazsaq, I bərabərdir Q bölünsün T, o da bərabərdir. Dəqiqə bunu hardan yazaq? Buradan silib qeyd edək. Deməli, aldıq ki, böyük N bərabərdir S, N, L. İndi buradan qeyd edək. I bərabərdir Q bölünsün T. Q dedik bərabərdir nəyə? N vurulsun Q0. Bütün yüklərin sayı vurulsun Q-yə. Gətirib yerinə yazsaq. Deməli, yazarıq ki, N vurulsun Q0 vurulsun, bölünsün daha doğrusu müddət. O da bərabərdir. Yerinə yazacaq. N-i yerinə yazacaq. Aldığımız ifadəni N vurulsun S vurulsun L bölünsün T. Bir də burada var Q0-ın özü. Deməli, biz bilirik ki, L bölünsün T bizə verir sürəti. Çünki sürət bərabərdir L bölünsün T-dir də. Bu da bərabərdir. N vurulsun S, vurulsun V, vurulsun Q0. Şöyle Q0 da burada elektron olduğu üçün elektronun yükünü yazacağım. Elektron. O da bərabərdir. Asan oxunsun deyə, yadda qalsın deyə 7 şəklinə çevirmiş olaraq. Deməli, sabit cərəyan şiddəti I bərabərdir 7 düsturuna əsasən verilmiş bu kəmiyyətlərdən asılı olaraq dəyişir. Aha, bu belə. Daha sonra uşaqlar, gələk görək naqilin müqaviməti
Dövrə hissəsi üçün Ohm qanunu deyəndə nə nəzərdə tutulur? Uşaqlar, naqildəki cərəyan şiddətinin onun uclarındakı gərginlikdən asılılığı naqilin voltamper xarakteristikası adlanır. Baxın, burada naqilin uclarındakı naqildəki ümumi cərəyan şiddətinin onun uclarındakı gərginlikdən asılılığı, i-nin u-dan asılılığı, yəni volt, amper xarakteristikası adlanır. Qısa olaraq vaks şəklində yazılır. Deməli, metallar və elektrolitlərin volt amper xarakteristikası Ohm qanunu ilə ifadə olunur. Görək Ohm qanunu hardan alınır? Dövrə hissəsindəki cərəyan şiddətinin həmin hissənin uclarındakı gərginliklə düz, bayaq göstərdiyimiz şəkildə düz mütənasib olub, onun müqaviməti ilə tərs mütənasib asılıdır. Uşaqlar, burada naqilin müqaviməti R U-dan, I-dən asılı deyil. Amma U sabit olanda I R-nə tərs olur, R sabit olanda I U ilə düz olur. Amma müqavimət yenə də qeyd etdiyimiz kimi naqilin uclarındakı gərginlikdən və cərəyan şiddətindən asılı deyil. Və uşaqlar, müqavimətin vahidi nədir? R bərabərdir U bölünsün I düsturuna əsasən gərginliyin vahidi bilirik ki, voltdur, cərəyan şiddətinin də vahidi amperdir. Gətirib yerinə yazırıq. Kiloqram vur metrin kvadratı. Bilirik ki, voltun açılışı necədir? Bu şəkildə yerinə yazdıqdan sonra ifadəmiz olur. Kiloqram vur metr kvadratı bölsün amper kvadratı saniyənin kubu. Deməli, burada amper idi. Gəldi bir dənə də amper üzərinə oldu amper kvadratı və 1 ohma bərabərdir. Uşaqlar, bəs dedik ki, naqilin müqaviməti cərəyan şiddəti və gərginlikdən asılı deyil. Bəs o zaman nədən asılıdır? Naqilin müqaviməti R bərabərdir rho vurulsun L bölünsün S düsturuna əsasən naqilin həndəsi ölçülərindən və temperaturdan asılıdır. Deməli, burada L S-dən, uzunluqdan və sahədən asılıdır. S-in də yerinə biz nə yaza bilərik? S bərabərdir per kvadratı bölünsün n kəsik sahəsini per kvadratı və yaxud da PD kvadratı bölünsün 4 düsturuna əsasən gətirib burada yerinə yazdıq və yaxud da PD kvadratı bölünsün 4, 4 keçdi yuxarı. Deməli, R L-lə düz mütənasibdir, S-dən, R-dən, D-dən kvadratı ilə tərs asılıdır. Burada uşaqlar rho naqilin xüsusi müqavimətidir. Rho-nu tapsaq buradan rho vurulsun L bərabərdir R vurulsun S-ə. Rho bərabər olur R vurulsun S bölünsün L-ə. Uşaqlar, naqilin xüsusi müqaviməti isə naqilin qiymət uzunluğu 1 metr, n kəsiyin sahəsi 1 metrin kvadrat olan naqilin müqavimətinə bərabərdir. Yəni, rho nəyə bərabərdir? Uzunluq 1 metr, n kəsiyinin sahəsi S də 1-ə bərabər olanda rho R-ə müqavimətə bərabərdir. Deməli, naqilin xüsusi müqavimətinin uşaqlar vahidi, xüsusi müqavimətin vahidi rho bərabərdir, ohm vurulsun metrdir. Yəni, biz aldığımız bu ifadəni bir dənə də metrə vururuq, o da olur kiloqram vur metrin kubu. Və bu şəkildə. Uşaqlar, bir də əsas qeydimiz xüsusi müqavimət naqilin həndəsi ölçülərindən asılı olmayıb, rho xüsusi müqavimət S-dən, L-dən, R-dən, D-dən asılı deyil. Yalnız S-dən, L-dən, R-dən, D-dən asılı olan naqilin özünün müqavimətidir. Və bir də temperaturdan isə bu şəkildə asılıdır. Bunu keçəcəyik. Gəldik elektrik cərəyanının işi və gücü. Görək, bəs bunlarda nədən bəhs edir? Elektrik cərəyanının işi və gücü deyəndə nə başa düşürük? Uşaqlar, biz bilirik ki, görülən iş A bərabərdir, deməli, Q-U düsturuna əsasən təyin olunur. Niyə? Çünki U bərabərdir gərginlik A bölünsün Q düsturuna əsasən A bərabərdir Q vurulsun U ifadəsini almış oluruq. İndicə dedik ki, cərəyan şiddəti I bərabərdir Q bölünsün T düsturu ilə təyin olunur. Buradan Q bərabərdir I vurulsun T-yə. Deməli, gətirib yerinə yazırıq. Q-nun yerinə yazdıq, I vurulsun T. Daha sonra uşaqlar, U-nun yerinə nə yaza bilərik? Deməli, I bərabərdir U bölünsün R düsturuna əsasən U bərabər olur I vurulsun R-ə. Gətirib burada U-nun yerinə yazdıq, I vurulsun R. I ilə I oldu I kvadratı, R və bir də zaman. I-nin də yerinə gətirib nə yazmaq olar? I bərabərdir U bölünsün R ifadəsini əsasən gətirib burada yerinə yazırıq. Olur U kvadratı bölünsün R kvadratı vurulsun T.
Eləmi? Bir də burada R var uşaqlar. Bir də vurulsun R. Deməli, R-lər ixtisar gedir, qalır məxrəcdə. Bir dənə R. O kvadratı bölünsün R, vurulsun T. Uşaqlar, gücü tapanda P bərabərdir, bilirik A bölünsün T'dir. Deməli, vahid zamanında nə deməkdir? Zaman bərabər olsun və bu zaman görülən gücün, deməli, işin düsturu ilə gücün düsturları nəyinir? Oxşar olur da bir növ. Baxın, A-nı yerinə gətirib Q-yu yazsaq, Q bölünsün T. Baxın, P bərabərdir. A bölünsün T'dir. A-nı yerinə nə yazırıq? Q vurulsun U bölünsün T. Deməli, Q bölünsün T, I bərabərdir Q bölünsün T düsturu verir bizə i-ni, bu i-ni verir, i vurulsun U. Daha sonra düsturları gətirib yerinə yazırıq. İkinci halda i-u vurulsun T bölünsün T. Baxın uşaqlar, i vurulsun U, T, bir də bölünsün T var axı. T'lər ixtisar gedəndə qalır i vurulsun U. Baxın, burada i kvadrat RT bölürük T-yə. Qalır nə? i kvadrat R. Bu kvadratı T bölünsün R, bir də bölünsün T. T'lər ixtisar getdi, qalır T. Deməli, burada hər birini T-yə bölürük, bizə verir nəyi? Gücü. Çünki gücü tapanda görülən işin zamana nisbətini təyin edirik də. Sonra cəryanlı naqildə ayrılan istilik miqdarı, cəryan şiddətinin kvadratı, naqilin müqaviməti və cəryan keçməsi üçün sərf olunan zamanın hansında bərabərdir? Q bərabərdir i kvadrat RT. Uşaqlar, baxın, deməli, istilik miqdarını təyin edərkən, istilik miqdarı ilə görülən işin düsturları eynidir. İndi baxaq. Biz bilirik ki, uşaqlar, naqildən cərəyan keçərkən naqil qızır. Bu qızmaya səbəb elektronların hərəkətidir də. Elektronların hərəkəti nəticəsində elektronlar, yəni hərəkət edərək kristal qəfəsin düyün nöqtələrindəki müsbət ionlarla toqquşur və cərəyan neyinir? Cərəyanı artıranda həmin elektronların hərəkət sürəti artır. Yəni, cərəyan nə qədər çox olarsa, biz naqildən axan cərəyanı nə qədər artırarsaq, onda həmin elektronların sürəti də o qədər artmış olur. Və bu zamanda toqquşmaların sayı artır, yəni daha çox toqquşma baş verir və ionlar daha böyük amplitudla həm rəqs eləyirlər, həmçinin də onların sürəti artır. Və bu da naqilin qızmasına sərf olunur. Deməli, uşaqlar, görülən iş, diqqətli olaq, görülən iş naqilin qızmasına sərf olunur. Ona görə də A bərabərdir Q yazırıq. O da bərabərdir I vurulsun U, T. Yəni, düsturlar eyni, həmənki şəkildə olmuş olur. I kvadratı RT, deməli, U kvadratı bölünsün R, vurulsun T. Bu şəkildə alınmış olur. Deməli, uşaqlar, bu ifadə Joule-Lenz qanunu adlanır. Yəni, Q istilik miqdarının düsturları Joule-Lenz qanunu adlanır. Deməli, uşaqlar, indi isə davam edək naqillərin ardıcıl və paralel birləşdirilməsi. Uşaqlar, naqillərin ardıcıl birləşdirilməsinə baxaq. Ardıcıl birləşdirmədə ümumi müqavimət ayrı-ayrı müqavimətlərin cəminə bərabər olur. Deməli, R ardıcıl bərabərdir. R1 plus R2, deməli, plus R3 nöqtə, yəni ardı var və Rn. Yəni, ardıcıl birləşmədə əgər müqavimətlər eyni olarsa, tutalım ki, R1 bərabərdir, o da R2, R3, yəni n sayda müqavimət eyni olarsa, bir müqaviməti vururuq bütün saya. Yəni, müqavimətlər eyni olanda R ardıcıl bərabərdir, R vurulsun n. Bu isə tutumlu keçəndə demişdik, S ardıcıl bərabərdir, S bölünsün n-də. Burada isə vurulur. Yəni, ondan fərqlənir, tam əksinə. Tutumun tam əksinə ifadə olur. Ardıcıl birləşmədə cərəyan şiddətləri uşaqlar eyni olur. Deməli, ardıcıl birləşmədə cərəyan şiddətləri eyni olur və ardıcıl birləşmədə ümumi gərginliyi taparkən ayrı-ayrı gərginliklərin cəmi şəklində yazılır. Deməli, baxın uşaqlar, biz bilirik ki, əgər gərginlik cəmlənirsə, belə yaza bilərik də, U bərabərdir.
Deməli, U bərabərdir. U1 plus U2 plus U3'dür də burada. Gəlin elə buradan yazaq. U bərabərdir. I vurulsun. R düsturunu bilirik. Deməli, I1, R1 plus I2, R2 plus nöqtə, IN, RN. Deməli, dedik ki, cərəyan şiddətləri eynidirsə, onda ümumi müqavimət necə təyin edildi? R ümumi bərabərdir. R1 plus R2. Məhz buradan gəlir həmin o. Deməli, ardıcıl birləşmədə ümumi müqavimət ayrı-ayrı cərəyan deməli, müqavimətlərin cəminə bərabər olduğu buradan gəlir. Sonra uşaqlar, paralel birləşmədə, bir də ardıcıl birləşmədə gərginlik, istilik miqdarı və güc naqili müqaviməti ilə düz asılıdır. Yəni, ardıcıl birləşmədə cərəyan şiddəti sabit olanda o R-lə düz mütənasib olur. Deməli, burada cərəyan şiddəti sabit olanda Q R-lə düz mütənasib olur və cərəyan şiddəti sabit olanda P deməli cərəyan şiddəti sabit olanda burada sabit olanda P R-lə düz mütənasib asılı olur. Yəni hansı kəmiyyət sabitdirsə, düsturda həmin kəmiyyət mütləq olmalıdır. Naqillərin paralel birləşdirilməsi. Uşaqlar, naqillər paralel birləşdirilərkən ümumi müqavimət 1 bölünsün R paralel bərabərdir. Tərsinə çevrilir. 1 bölünsün R1 plus 1 bölünsün R2 və buradan biz R paraleli tapsaq, ortaq məxrəc R1 plus R2, R1 R2 şəklində yazsaq, tərsinə çevriləcək. Yəni, belə təyin olunur da. 1 bölünsün R paralel bərabərdir. R1 plus R2 bölünsün R1 plus R2. Buradan da 1'i atırıq. R paralel bərabər olur. Bunun tərsi. R1 bir dəqiqə. Burada vurmaydı. Aha, R1 R2 bölünsün R1 plus R2. Yəni, bu şəkildə ümumi paralel birləşdirilmiş naqillərdə ümumi müqavimət bu şəkildə təyin edildi. Əgər müqavimətlər uşaqlar, xüsusi halda müqavimətlər eyni olarsa, onda R paralel bərabərdir, R bölünsün N. Amma ardıcılda nə edirdik? Ardıcılda ümumi müqaviməti saya vururduq. Və paralel birləşmədə hər zaman gərginlik sabit olur. Paralel birləşmədə gərginlik sabit olduğuna görə cərəyan şiddəti bilirik ki, I bərabərdir. O bölünsün R düsturudur. O sabit olanda I R-lə tərs asılı olur. Bu ödəndi. Q R-lə necə asılı olur uşaqlar? Baxın. Q-nün düsturları haradaydı? Aha. Deməli, o sabit olanda Q R-lə tərs mütənasib olur. Daha sonra güc R-lə necə asılı olur? Gücün düsturları. Baxın, gərginlik sabit olanda güc R-lə tərs mütənasib asılı olaraq dəyişir. Hə, uşaqlar, bu günlük bu qədər. İkinci hissədə isə cərəyan mənbəyi, elektrik hərəkət qüvvəsi bu mövzulara toxunacağıq.